Crystal Palace Pepi ağlar qoydu. Bildiyiniz kimi FA Cup City üçün bu turbulent mövsümdə titul qazanmaq üçün son ümid idi. Lakin keçən il olduğu kimi bu mövsümdə də komanda finalda uduzdu və qəribəsi odur ki, ilk hissənin ortalarında Eze'dən qol buraxan City 75-ci dəqiqəyə qədər dirənib dəyişiklik etmədi. Görün City necə bir Crystal Palace-a məğlub oldu. Ən yaxşı oyuncusu ötən mövsüm Bavariyaya getdi. Eze həm Arsenal, həm Millwall tərəfindən Palace keçməmişdən öncə rədd olunmuş bir oyuncu idi. Dean Henderson hətta bu Manchester United ikinci qapıçısından yuxarı qalxa bilməmişdi və baş məşqçi hansı ki, ümumiyyətlə baş məşqçi olmaq istəmirdi və karyerasında idman direktoru kimi davam etmək istəyirdi. Və bütün bu elementlər hamısı birləşib City üzərində çox layiqli bir qələbə ilə bitdi. Və əlbəttə ki, Pep özünə hədəf tapdı. Məğlubiyyətin səbəbi Dean Henderson idi. Henderson həm sevləri ilə, həm də ki, Pepin sözlərinə görə birinci dəqiqədən vaxtı uzatmaqla Pepi qıcıqlandırdı və oyundan sonra burada gördüyünüz videoda olduğu kimi Pep ona öz iradını bildirdi. Və son olaraq Crystal Palace İngiltərənin Avropa dueli üçün ilk 7-likdəki vəziyyəti tam dəyişdi. Belə ki, bundan sonra 5 komanda Çempionlar Liqasında yer alacaq. İngiltərənin 6-cı komandası Avroliqaya gedəcək, 7-ci komandası isə Konferans Liqasına gedəcək. Daha 8-ci yer üçün mübarizənin heç bir mənası qalmadı.